Məlumata görə Səməd rayon məhkəməsində AXCB sədri Əli Kərimli haqqında Cinayət Məcəlləsinin 278.1 maddəsi ilə fevral ayının 13-nə qədər həbs qəti imkan tədbiri seçilibdir və bu qətiyyətlə rədd olunur bizim tərəfimizdən. Azərbaycan hökuməti xalq cəbhəsinin demokratik müxalifəti, azad fikri boğmaq istiqamətində, ölkəni tamamilə qapamaq, Şimali Koreya çevirmək istiqamətində bir addım atır. Əlbəttə, bugünə qədər belə cəhdlər çox olub, hamısı da uğursuz olub. Bu cəhdə uğursuz olacaq. Bununla belə çox təəssüf ki, Azərbaycan beynəlxalq ictimaiyyətdə daha bir qapalı ölkə siyasına girdi, bir addım da irəlilədi. Şimali Koreya ilə Türkmenistanla tamamilə bərabər hüquqlu yanaşı bir ölkəyə çevrildi. Əli Kərimli bu ittihamları tamamilə rədd edir. Xalq cəbhəsinin rəhbərliyi bu ittihamları rədd edir. Azərbaycan cəmiyyətinin də reaksiyaları bu ittihamlara gülüşlə müşahidə olunur. Çünki cəmiyyət gülür. Ramiz Mehdiyevi 20 ildən çox dövlət aparatında saxlayan, Ramiz Mehdiyev vasitəsilə hakimiyyəti idarə edən Əliyevlər ailəsidir, Əliyevlər hakimiyyətidir. Ona görə də bu ittihamların bizlə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur və hətta bu ittihamlar Rusiya ilə birlikdə Azərbaycan hökumətinin planlaşdırıb bizə qarşı irəli sürdüyü ittihamlardır. Gec-tez haqq yerini tapacaq, ancaq bu Azərbaycan tarixində çox qara bir ləkə kimi qalacaq. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.